Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə ba'd. Biz Salihlərin Baxsası kitabında 10-cu bölümü davam edirik. Xeyirlərə tələsmək və onu etməkdə tərəddüd eləməmək. Yəni, əgər xeyir rastlaşarsansa da tərəddüd eləməməlisən, onu etməlisən. Bu bölümdə 4-cü hədisi biz götürürük. Yox, 3-cü hədisi götürürük bu bölümdə, heç oxunmamışıq. Cabir radiyallahu anhudan gələn hədisdə deyir ki, Allahın Resulullah sallallahu aleyhi ve selleme Uhud günü bir kişi deyir ki, yox, bunu dünən götürmüşük, üzürsən. 4-cü hədisi götürdük. Əbu Hüreyrədən gələn hədisdə deyir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi ve sellemin, Əbu Hüreyrə radiyallahu anhu deyir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gəlir, yəni bir kişi. Deyir ki, Allahın Resulü, hansı sədəqə əcri daha böyükdür? Hansı sədəqənin əcri daha böyükdür? Peyğəmbər sallallahu aleyhi ve sellem də deyir ki, ən təsaddəqə və əntə sahihun şəhihun təxşəl fəqr. Sən sədəqə verirsən, sən sağlam halda, insan sağlam halda, kasıbçılıqdan qorxaraq paxıllıq edirsən. Yəni, sağlam halda, paxıl olduğun halda, kasıbçılıqdan qorxduğun halda. Sonra deyir ki, və təəmmülül ğinə, və varlılığı arzuluyorsan, varlı olasın, belə şeylər. Və lə tumhil həttə izə bələğətil hülqum. Yəni, sənə möhlət verilmir, hətta ruh gəlir boğaza çatır. Yəni, ruh gəlir boğaza çatır, onda deyirsən ki, yəni çatında dedin, yəni. Bu malını bölüşdürür, insan ölüm adıdır, malını bölüşdürür. Bu filan kəsindir, bu filan kəsindir. Və qad kənə li fulanin. Artıq o başqasınındır. Yəni varislərindir. Sən həmin vaxtı bölgə edəmirsən. İnsan boğaza gəlib çatında, filan kəsə, sən gedirsən, filan kəs keçmir. Patoloq 3-də 1 ola bilər. Yaxşı. Hədisdə Müəllif Rəhməllah, İbn Seymur Rəhməllah deyir ki, Müəllif Rəhməllah Əbu Hüreyrədən gələn hədisi nəql elədi ki, bir nəfər Peyğəmbər sallallahu əleyhi və səlləmə sual verdi ki, hansı sədəqə daha əfsəldir? Peyğəmbər sallallahu əleyhi və səlləm ona deyir ki, sən sədəqə verərsən, sağlam, paxıl olduğun halda, kasıbçılıqdan qorxduğun halda, fəqirlikdən, varlığı arzuladığın halda və sənə möhlət verilmir, hətta ruhun boğazına çatır. Deyirsən ki, bu filan kəsindir, bu filan kəsindir, artıq o başqasınındır. Filan kəsin yəni. Bu hədis, Müəllif Rəhməllah burada niyə gətirir bunu? Xeyirlərə tələsmək bölümündə gətirməkdə odur ki, yəni xeyir əməllərə insan tələsməlidir. Yəni onu etməkdə tərəddüd eləməməlidir. Əgər sənə o fürsət yarandısa da, o xeyri etmək düşdüysə də elə ki, tərəddüd eləmə. Yəni, bu kişi Peyğəmbər s.ə.v-dən hansı sədəqə əfsəldir soruşur. Yəni, bununla istəmir, soruşsun ki, sədəqənin növünü, kəmiyyətini, bu şeyi soruşmur. Yəni, bunu bilir o. Burada qəsd elədiyi, yəni, hansı vaxtda sədəqə vermək əfsəldir. Yəni, vaxtı soruşur. Ki, hansı vaxtda daha əfsəl, başqa vaxtlardan əfsəl olur, yəni. Onu da Peyğəmbər s.ə.v deyir ki, sən sədəqə verirsən sağlam halda və yəni bədənin sağlamdır və nəfsin də paxıldır. Sağlam insan nəfsi paxıl olur. Sağlam insan olanda nəfsi paxıl olur. İnsan sağlam olduqda həmişə mala paxıllıq edir. Yəni, istəyir ki, mal onda olsun. Niyə? Onda arzular vardı, qalma arzuları vardı. Qorxur ki, birdən kasıbçılıyar, birdən fəqir olar. Ona görə. Amma xəstə olanda insan, xəstə olanda dünya onun üçün, onun yanında çox qiymətsiz olur. Heç bir şey bərabər deyil, yəni dəyərsiz bir şeydir. Xəstə insan elədir. Öz canınla, belə bir söz verək, öz canınla uğraşır. Yəni sədəqə vermək onun üçün asan da olur. Yəni xəstə insan dünya ləzzətlərini ala bilmədiyi üçün o sədəqəni vermək onun üçün asan da olur, yəni. Sən sədəqə verərsən, sağlam, paxıl halda və qalmağı arzu edirsən, kasıbçılıqdan qorxursan. Başqa rivayətdə deyir ki, kasıbçılıqdan qorxursan, varlılığı arzuluyorsan, yəni. Lakin birinci rivayət daha deyir, əfsəldir, deyir. Yəni,
təəmmüllü bəqa, qalmağı arzuluyursan. Yəni sənin sağlam olmağın, qalmağı arzulamağın, yəni uzun həyat arzuluyursan ki, uzun həyatın olsun. Həqiqətən sağlam insandan ölüm ondan biraz uzaqdır. Yəni sağlam insan adətən görürük ki, ölüm ondan uzaqdır. Baxmayaraq ki, ölüm insanı gözləmədiyi yerdə xəstəliksiz də yaxalaya bilir, gələ bilir. Buna baxmayaraq, amma gedişata görə danışırıq ki, sağlam insana ölüm desəm sağlamdır. Yəni, zahirdə uzaqdır yəni. Yaxşı. Amma xəstə insan necədir? Xəstə insana ölüm yaxındır. Hər an gözləyirsən ki, ölə bilər yəni. Və təxşəl fəqr, kasıbçılıqdan qorxusan, yəni uzun həyatının uzun olduğu üçün qorxursan ki, birdən bu uzun müddətdə kasıblayarsan. Həqiqətən insan kasıbçılıqdan qorxur. Yəni əgər həyatı uzun olarsa da, uzanırsa da kasıbçılıqdan qorxur. Çünki onun yanında onun qurtarır axı, insanın yanında onun qurtarır, bizim yanımızda olan şeylər qurtarır. Bu deyir, ən əfsəl vaxtdır ki, sən bu vəziyyətdə sağlam vaxtı və ki, paxıl olan vaxtı, nəfsinin paxıl olan vaxtı sədəqə verəsən. Bu vaxt ən əfsəl vaxtdır. Sağlam, bir dənə nəfsinin paxıl olduğu halda. Və lə tumhəl, yəni lə tətruku sadaqa hətta izə bələğətil hulqum. Yəni sədəqə, insan sədəqə qoymur, hətta ölüm boğaza gəlib çatana kimi. Sonra deyirsən ki, filan kəsə bu qədər, filan kəsə bu qədər deyir. Ölüm hətta gəlir sənə çatır. Ruhun boğazından çıxır sənin. Və onda bilirsən ki, dünyadan çıxırsan, o halda deyirsən ki, filan kəsə bu qədər, yəni filan kəsə sədəqə verir. Yəni. Sonra burada deyir ki, vəqqət kənəli fulən. Peyğəmbər sallallahu deyir ki, artıq bu filan kəs üçündür, yəni səndən başqa olan bir kəsindir bu. Onlar da kimdir? Yəni sənə varis olan kəs. İnsan öləndə onun varisi olur da. Həqiqətən insan öldükdə onun mülkü başqasına keçir. Onun malından onun heç nə qalmır. Həqiqətdə elədir. Bu hədisdə dəlil vardır ki, həqiqətən insana lazımdır ki, sədəqə verməyə, ölüm ona gəlib çatmamışdan öncə sədəqə verməyə tələsin. Əgər o əcəl çatdığı halında sədəqə verəsi olsa, bunun fəziləti sağlam, nəfsinin paxıl olduğu, nəfsinin sağlam və bədəninin sağlam olduğu, nəfsinin paxıl olduğu vaxtı verməkdən daha az olur fəziləti. Yəni ölüm sənə gəlib çatdığı vaxtı sən malını sədəqə verməyin savabı, fəziləti sağlam olduğu vaxtı verdiyin sədəqədən aşağıdır dərəcəsi, yəni fəziləti. وفي هذا دليل على أن الإنسان إذا تكلم في سياق الموت فإنه يعتبر كلامه إذا لم يظهر. Yəni burada dəlil var ki, insan ölüm vaxtı, ölüm gedişatı vaxtı nəsə danışarsa da, onun sözü etibarlı sayılır, əgər ağlı getməyibsə də. Ağlı getməyibsə də sözü götürülür. Amma yox, ağlı gedibsə də, hiss eləmir, nə dediyini bilmirsə də, sözünün heç bir qiyməti yoxdur. Hətta izə bələğətil hulqum, hətta ölüm deyir, sənin ruhun boğazına çatdı və sən deyirsən filan kəsə bu qədər, filan kəsə, filan kəsə, vəqət kəndəli filan artıq o mal filan kəsindir, yəni varisindir. Yəni. Bu həmçinin bu hədisdə dəlil vardır ki, ruh insan bədənindən aşağıdan başlayır çıxmağa, yuxarı. Ayaqdan başlayır, yuxarı tərəfə çıxmağa, bədənin yuxarısına. Sonra oradan, yəni yuxarı çatanda ruh oradan götürülür. Hətta izə bələğətil hulqum, yəni ruh gəlib boğaza çatanda belə. Fələvlə izə bələğətil hulqum və əntum hinə idin tənzurun. Yəni o vaxt ki, ruh deyir, boğaza gəlib çatdı, siz deyir, ona durub baxırsınız. Həqiqətdə elədir, heç nə yemirsən. Baxsan ki, ölür, durub baxsan ki, nə vaxt çıxacaq, aparım, basırım. Subhanallah. Yəni insan ən birinci ölməyə başladıqda ayaqdan başlayır ölməyə. Ruh yəni ayaqdan başlayır yuxarı getməyə. Gəlir düz bədənin yuxarısında hülquma dirəlir. Sonra ölüm mələyi o ruhu götürür. Allah Taala'dan özümüz və sizin üçün xeyirli və xoşbəxt sonluq istəyirəm. Barakallahu fikum.